Tarix və şəxsiyyət proqramının daha bir buraxılışına xoş gəlmisiniz. Bir tarixi hadisəni anlamaq istəyəndə hara baxmalıyıq? Yalnız dövlət başçılarının gizli yazışmalarına, rəsmi sənədlərə mi? Yoxsa o hadisənin tam mərkəzində dayanan, onu iliyinə qədər yaşayan adi insanların səsinə də qulaq asmalıyıqmı? Bax, bugün biz məhz bu fundamental sual ətrafında düşünəcəyik. 1945-ci ildə, yəni Hicri şəmsi təqvimi ilə 1324-cü ildə Cənubi Azərbaycanda qurulan milli hökumət. Bu hadisə 10 illiklərdir ki, tarixçilər arasında bir mübahisə yaradır. Bu doğrudan da xalqın öz istəyi ilə, öz təşəbbüsü ilə başlayan bir hərəkat idi, yoxsa elə əvvəldən axıra qədər Stalinin Kremldə cızdığı bir geosiyasi planın tərkib hissəsi idi? Gəlin bu tarixi müəmmaya birlikdə aydınlıq gətirməyə çalışaq. Bugünkü təhlilimizin yol xəritəsi belədir. Əvvəlcə bu mövzuda dominant olan tarix yazımına baxacağıq. Sonra bu yanaşmaya yönələn əsas tənqidləri araşdıracaq və nəhayət hansı alternativ yolların ola biləcəyini müzakirə edəcəyik. Elə isə başlayaq. Yaxşı, ilk olaraq gəlin aydınlaşdıraq ki, bu mövzu haqqında danışanda ən çox adı çəkilən, ən çox istinad edilən tədqiqatlar hansılardır və niyə bu qədər təsirli olublar? Professor Cəmil Həsənlinin tədqiqatları sözün əsl mənasında bu sahədə bir dönüş nöqtəsi oldu. Təsəvvür edin ki, uzun illər bağlı qalan Sovet arxivlərinin qapıları açılır və o, Moskvanın bu hökumətin qurulmasındakı rolunu təkzib edilməz sənədlərlə ortaya qoyur. Bu, o vaxta qədər daha çox fərziyyələrə, təxminlərə əsaslanan bir çox məsələyə inanılmaz bir aydınlıq gətirdi. Yaxşı, bəs Həsənlinin bu fundamental araşdırmaları bizə əsas olaraq nə deyir? Onun bizə danışdığı hekayənin, onun anlatısının mərkəzində nə dayanır? Həsənlinin əsərlərinin dəyəri əlbəttə ki, danılmazdı. O, bizə sanki hadisələri birbaşa Kremlin pəncərəsindən, yəni yuxarıdan aşağıya izləmə imkanı verir. Stalinin, Bağırovun bir-birinə yazdığı məktublar, şifrəli teleqramlar, gizli qərarlar, bütün bunlar Sovetlərin prosesi necə addım-addım, necə dəqiqliklə idarə etdiyini bütün çılpaqlığı ilə gözümüzün önünə sərir. Amma gəlin düşünək, bütün hekayə doğrudanmı ancaq arxivlərdə gizlidir? Tarixin tam mənzərəsini çəkmək üçün sadəcə rəsmi sənədlərə baxmaq kifayətdirmi? Bax, elə bu nöqtədə bəzi ciddi metodoloji suallar yaranır. Və tənqidin əsas damarı da elə budur. Rəsmi dövlət sənədləri, yəni güclülərin, qaliblərin yazdığı hesabatlar bir sosial hərəkatın bütün mürəkkəbliyini, bütün hekayəsini anlada bilərmi? Yoxsa bu cür yanaşma bizi bəzi vacib həqiqətlərdən uzaqlaşdırır? Bu tənqiddə istifadə olunan çox vacib bir konsept var, arxiv fetişizmi. Gəlin sadə bir misalla izah edim. Təsəvvür edin ki, bir ailənin bütün həyat hekayəsini yalnız onların bank hesabından çıxarışlarına baxaraq anlamağa çalışırsınız. Bəli, pulun hara getdiyini görərsiniz, amma bütün sevgini, mübahisələri, xəyalları və qorxuları qaçırarsınız. Bax, yalnız rəsmi arxivlərə bel bağlamaq da bir növ buna bənzəyir. Çünki sənədlər heç vaxt neytral deyil. Onlar güc strukturlarının məhsuludur və adətən onların hekayəsini danışır. Və məhz bu nöqtədə tənqidçilər deyir ki, Həsənlinin əsərində diqqətdən kənarda qalan, amma bütün mənzərəni dəyişə biləcək çox vacib bir mənbə var. Hadisələrin tam mərkəzində olan Sovet rəsmisi Həsən Həsənovun şəxsi gündəlikləri. Bu gündəliklər rəsmi Moskva sənədlərində əks olunmayan tamamilə fərqli bir reallığı üzə çıxarır. Gəlin bir anlıq bu sözlərə diqqət edək. Bu, birbaşa Pişavərinin dilindən Sovet nümayəndəsinə deyilən sözlərdir. Bu, sadəcə bir narazılıq deyil, bu bir fəryaddır, bir üsyandır. Bu sitat göstərir ki, Azərbaycan liderləri heç də həmişə Sovet kuratorları ilə razılaşmırdılar. Onlara qarşı dərin bir daxili müqavimət göstərirdilər. Həsənlinin Moskva mərkəzli anladısında bu cür mürəkkəbliklərə, bu cür toqquşmalara demək olar ki, rast gəlmirik. Amma bu dəlil Pişavərinin sadəcə bir marionet olmadığını, öz iradəsi və prinsipləri olan bir lider olduğunu sübut edir. Tənqidin ikinci mühüm qolu isə bizim bu hadisələrə hansı eynəklə baxmağımızla bağlıdır. Yəni, biz bu tarixi hansı çərçivədən təhlil edirik? Həsənlinin yanaşması üçün teleoloji ifadəsi işlədilir. Bu, biraz mürəkkəb səslənə bilər, amma əslində çox sadədir. Sanki bir filmin sonunu bilirsiniz və bütün hadisələri o sona aparan məcburi addımlar kimi görürsünüz. Yəni, Azərbaycan böhranına qaçınılmaz bir nəticəyə, soyuq müharibəyə aparan bir yol kimi baxılır və hər şey ABŞ-Sovet rəqabəti prizmasından şərh edilir. Bəs bunun nəticəsi nə olur?
Bu yanaşma mürəkkəb bir yerli və milli hadisəni sadə bir jeosiyasi müqəddiməyə indirir. Məşrutə hərəkatından gələn tələblər, 10 illiklərdir davam edən yerli nanazılıqlar, Gavamın, Tude partiyasının, Kürdlərin mürəkkəb manevrları, bütün bunlar böyük jeosiyasi oyunun kölgəsində qalır və öz əhəmiyyətini itirir. Beləliklə, əgər hekayə yalnız diplomatlar, nazirlər və liderlər haqqındadırsa, o zaman biz kimlərin səsini itiririk? Bu hekayədə kimlər səssiz qalır? Bax, bu bizi tarix yazımında çox fundamental bir fərqi gətirib çıxarır. Bir tərəfdə yuxarıdan tarix var. Yəni liderlərin, generalların, diplomatların hekayəsi. Bu Həsənlinin yanaşmasıdır. Amma digər tərəfdə aşağıdan tarix var. Yəni kəndlilərin, müəllimlərin, əskərlərin hekayəsi. Onların hekayəsi bizə nə deyə bilərdi? Və əsl məsələ də budur. Bütün bu böyük siyasi oyunların ortasında görəsən Əhərdəki bir kəndli ya da Təbrizdəki bir müəllim nə düşünürdü? Milli hökumətin ana dilində təhsil və ya torpaq islahatı kimi vədləri onlar üçün nə məna kəsb edirdi? Onlar bu hərəkata niyə qoşulmuşdular? Bu sualların cavabını biz diplomatların teleqramlarında tapa bilmərik. Amma bir məsələni aydınlaşdıraq. Bütün bu tənqidin məqsədi Cəmil Həsənli kimi fundamental tədqiqatçıların əməyini yox saymaq deyil, qətiyyən. Əksinə, məqsəd onların qoyduğu təməl üzərində daha tam, daha əhatəli və çox qatlı bir tarix qurmaqdır. Deməli, gələcək tarixçilər üçün yeni bir yol açılır. Arxiv sənədlərini yerli mətbuatla, şəxsi gündəliklərlə, insanların xatirələri, yəni şifahi tarixlərlə birləşdirmək lazımdır. Yalnız bu yolla biz hadisələrə həm Kremlin pəncərəsindən, həm də Təbrizin küçələrindən baxa bilərik. Məqsəd bir tərəfli deyil, bütün səslərin eşidildiyi çoxsəsli bir tarix yazmaqdır. Və sonda qeyd etməliyik ki, bugün əsasını götürdüyümüz bu dərin və çoxqatlı təhlil İran və Azərbaycan müasir tarixinin araşdırmaçısı Yunus Leysiyə məxsusdur. Onun bu tənqidi yanaşması şübhəsiz ki, bu mürəkkəb dövrə yeni və çox vacib bir perspektiv gətirir. Beləliklə, bugünkü müzakirəmizi burada yekunlaşdırırıq. Tarixin fərqli qatlarını, eşidilməyən səslərini birlikdə kəşf etməyə davam etmək istəyirsinizsə, Tarix və Şəxsiyyət kanalına abunə olmağı unutmayın. Növbəti görüşlərədək.